Hər kəsə salam. Düzbucaqlıya aid belə bir sual izahına baxaq. ABCD düzbucaqlısı verilib və burada AY tənböləni çəkməliyik və hər hansı bir AY tənböləni çəkək. Və burada DH verilir. DH da AY-yə perpendikulyardır və bizə deyir ki, AB 8-dir. AD 12-dir və bizdən də YH istəyir. Baxın, bura X deyirəm, buranı istəyir. Və dedik ki, bura tənböləndir, AY tənböləndir. Deməli, bucağı yarıya bölür. 45-45 və 90-45, burada 45 olur. 90-ın qarşısı 12-dirsə, yəni X kökdə 2-ni bizə 12 verib. Deməli, X 6 kökdə 2-dir. Yəni, AH da HD də 6 kökdə 2-dir. Burada 6 kökdə 2-dir, burada 6 kökdə 2-dir. Və indi mən baxıram ABY düzbucaqlı üçbucağına və bura 8-dirsə 90 dərəcədir. Burada 8-dir və indi burada 8 kökdə 2 olmalıdır. Deməli, bu hissədə 2 kökdə 2-dir. Yəni, YH da 2 kökdə 2 olmuş olur.